Səhər duran kimi tamamen səhər yeməyini hazırlayıram. Bu dəfə belə bir hazır kaşa hazırlayacağım. Hazırladım kaşasını. Özü deyil, gedək. Gedək yeyək. Axıra qədər yedi yeməyini. Özümə qəşəng kahve hazırlayacağım. Yoldaşıma da səhər zavtırıqını adətən çay. Zavtırıqlarımız hazırdır. Bu tərəf yoldaşımındır. Bu da mənim. Yoldaşımı Londondan gətirdikləri. Belə bir kaşa tamirlana. Belə bir dörtlü yoğurt. Belə bir kefir. Biskofun pecheniyası. Biskofun böyle şokolad yağı. Bu pendir. Philadelphia. Çox dadlı olur bu. Bir də tamirlan üçün belə pürelər. Fərqli. Bir nəfəri çimizdirdim. Əyni başını dəyişdim. Pişməcə olmuşdu. Bu arada pişməcə üçün ən qəşəng krem budur. Arxa fona baxmayın. İndi girişib evlər yığışdıracağım. Çox qəşəng. Yəni bir dəfəyə vurursunuz, pişməcəni aparır. Dünən baxa bilməmişdim kinoya. Bugün qoşdum yemək bişirə. Baxın. Buradan sökür. Arxada onun əl işidir. Söküşdü. Yemək bişirə kinoya baxmağı çox xoşdurum. Çünki darıxıram, sıxılıram. Ona görə də bişirə baxmaq çox xoşuma gəlir. Axır vaxtlar ən çox baxdığım kino budur. Çox maraqlıdır. Hər bölümünə demək olar ki, 2 dəfə baxıram. Soğanı atdım qovrulmağa. Bunları belə doğradım. Xolodilnikdə də belə məndə həmişə hazır kütlələr olur. Pomidor da qatacağım, onu da özüm eləmişəm. Son halını görüşəcəm sizə. Yeməyi bişirib qutarandan sonra dərhal girişirəm qablara. Çünki qab bizim evdə çox çıxır. 3 nəfər olduğumuza baxmayaraq qab dəhşət çıxır. Mənim özüm də elə yemək bişirəndə 5-6 qaşığı bir yerdə istifadə edirəm. Bilmirəm niyə olur, amma rahat oluram. Ondan sonra girişirəm uvanikin içini yığışdırıram. Qabları yuyub bitirəndən sonra çalışıram həmişə uvanikin içində yığışdırım ki, həmişə təmiz qalsın. Daşımın sumkasının içini sərgiyə salırdım. Gördüm nə boyda saqqız var. İndi birini təbii ki əkişdirəcəm içindən. Bunlar hamısını Londondan alıb. Qonaq otağının son halı bu cürdür. Bura ümumiyyətlə yoldaşımın qardırobudur. Gətirir bütün paltarlarını atır bura. Bunları da oğlum eləyib. İndi yığışdıracağım bunları. Belə bir dənə çıqqı eləyək. Все. Hazırdır. Katya bajuburanı yığışdırandan sonra təzən pərdələri salacağım aşağı. Başım qarışıb ev işlərini görürəm ki, özü üçün burada qurur. Bu arada çox qəşəng qurur da, yəni əvvəl qura bilmirdi. Sabah rayona çıxacağımız üçün evin hər yerini səlqəyə salıram. Katya bajı evləri qəşəng yığışdırır. Mən də girişirəm hamam tualetə, Mişelin qumunu təmizləyirəm. Biz evdə pişik saxlayırıq, ona görə evimiz dəhşət batır. Ən çox da hamam, çünki tualeti, yemək zadı hamısı hamamdadır. Qəşəng səlqəyə saldım buraları, təmizlədim qumunu. Sonra bunu bura fısıldadıram. Tuvaleti də qəşəng yumuşam, buranı da umanısını sürdüm, burada pis, burada hazırdır. Ən son yataq otağında yığışdırıb səlqəyə saldıqdan sonra günorta yeməyinin vaxtı gəlir. Tamirlanı yedizdirib qoyuram yatmağa, daha sonra qaçıram kargoya, çünki kargom gəlmişdi və istirdim ki, o paltarı rayonda giyinim, ona görə tez bazar yedizdirdim, qabları yudum, qaçdım kargoya, kargonu götürməyə. Giyindim elə ev paltarlarımı, gedirəm kargomu götürməyə. Bizim həyətdə yəni ömür boyu sökülür də. Hər gün süpürürəm, hər gün də vəziyyəti bu. Getdim götürdüm bağlamamı, indi bir dənə çay süsəcəm, ondan sonra baxacam ona. Özümə bunu, yoldaşıma da bunu, ramaşqalı. Bu rooibos vanilyalı çox dadlı olur. Bir dəfə alıb sınayın, dəhşətli bir şeydir.
Materialına baxın qızlar. Super. Çox qəşəng gəldi materialı. Əlində duruşu da bu cürdür. Çox qəşəng deyil. Bu da atıb özüm bura. Burada kombinalar aşağıda. Atıb özüm bu. Yaxşı təmirəcəm. Yatıb durandan sonra verirəm belə püreni. Xoşuna gəlir. Şimdi də maksimum bizim evin təmiz qalması. Deməli alış-veriş elədik. 30 manata nələr aldıq? Popkek. Belə bir sos. Çox dadlı olur. Qızartmalar yandı. Sonra William pendiri. Pomidor. Çeri pomidoru. Kalbasa. Yine pendir. Biber. Yine pomidor. Bu kadar. Yoldaşım sərişdə olduğuna görə soğukla aşırıram. Su qoymuşam qaynasam. Suyunu ıslatmışam. Burada da balaca köməkçim oturur. Kələmi belə doğramışam. Duz, zeytun yağı. Bir də bu balzamik sosdan vurub əzişdirəcəm. Belə əzişdirəcəm. Olacaq salat kimi. Aşağı falan da yanında. Bizdə yeyilir. Çörək yeməmək üçün də belə bir salatlar eləyirəm. Bilirəm ki, çörək yemir. Bir nəfər üçün şərait yaratmışam. Yatıb evdən çıxanda balışımla yorğanımı götürdüm. Hətlə baba da işləyib. Sürülmüş. Çatmışıq Şamaxıya. Bu benzinlənir. Biz də çayımızı gözləyirik. Belə bir daydayxanaya gəlmişik. Ən xoşuma gələn yolu qırağı qutab. Bu da qəşəng yağladı da. Necədir? Qəşəng. Sonra bu da bütün günahtı yeməlidir. İşte mu. İneği görüb əl qatıb özünə. İşte mu. Çatmışıq. Həyəti bu cürdür. Evin içi bu cürdür. Bura mətbəxdir belə. Hamam, tuvalet. Burada yataq.
Çatan kimi Tamerlan yeməyini isitdim. Evdən elə bişirmişdim. İstiqaba tökmüşdüm. Evin içini, çölünü göstərdikdən sonra kaşki sizə atmosferi də ötürə bilərdim. Atmosfer o qədər gözəl idi. Hava o qədər gözəl idi ki, düzdür, sisli idi, gedib gəlmək çətin idi. Yollar dığır-dığır idi, amma evin şəraiti o qədər yaxşı idi ki, evin içi tərtəmiz idi. Mənim üçün yəni ən əsas qanun evin içinin təmiz olmağıdır ki, mən o evdə qala bilim. Biz bundan əvvəl bir neçə dəfə də ev tutmuşuq. Amma yəni bu qədər razı olmamışam da. Həmişə demişəm ki, oteldə qalaq, amma ikinci dəfə belə bir evdə qala bilərəm. Axşam qərarlaşdırmışdıq ki, sac eləyək. Ona görə də başladım, girişdim. Evdəki nə var, nə yox, hamısını bir-bir doğramağa. Kartuşkanı, biberi, pomidoru, toyuğu. Səhərdən onu oradan yolkanın qamətini gözləyirdi. Yolkada üzrə qamət qalmayıb, yolka əyilib. Bunlar buradan dağıdıb, bunlar bu yandan söküb. Dayanmır ki, dayanmır. Belə momentlərdə azdırasan nənəsinə. Qaynanam heyif ki, Amerikadadır, mamam da işləyir. Azdırmağa adam yox idi. Azdırasan, özün görəsən, dincələsən. Cızdı ha, yaxınlaşma ya. Diyorum getirin biraz peki. Laf geçsin de. Buradan sonra. Tam da kıyardı etmedi. Lazım olursa kaldırımı tek söyledim. Ağzın bağlama lazım değil. O az olmuyor değil mi? Yok, orada kendi kalbisi gösterir. Getirin bunu. Təməl qanun yağına batırmaq. Of, 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 of. Asif müəllim. Allah hakkı. Otur da çok gözlü otur. Batırmak da lazım arada. Cisferosa. Uşağımızın sağlığı. Sağ ol. Tamerlanı da yedizdirdikdən sonra qaldırıb yatızdıram. Artıq onun yatma vaxtıdır. Hamı bilir ki, Tamerlan 9-10 arası yatır. Onun rejimidir. 9-10 olan kimi başlayır cığallıq eləməyə, ağlamağa. Onu yatыздırdıqdan sonra başlayıram, qabları yuyuram, ortalığı biraz yer yığış eləyirəm. Hara gedirik ümumiyyətlə kirayə? Biz demək olar ki, çox rayonda olmuşuq. Bəzən kirayə ev tutmuşuq, bəzən otel. Qaldığımız amma hər yerdə biraz səliqəli saxlama, biraz yox, demək olar ki, çox səliqəli saxlamağa çalışıram. Çünki özümün dağıtdığı şeyləri başqalarını yığışdırmaq məni narahat edir. Düzdür, bizdən sonra gəlirlər, təmiz yığışdırırlar, səliqəli. Amma yenə də özümü səliqəyə salanda daha rahat hiss edirəm özümü. Burada çayımızı içirik, qəşəng söhbətləşirik, oradan, buradan. Çölün dadını çıxardırıq. Çünki biz bu evi bir günlük tutmuşduq. Çalışdıq ki, istədiyimiz hər şey eləyək. Odunu da bir tər qaladıq, spiçkamız yox idi. Arada şəhərin səs-küyündən qaçıb belə yerə gələndə həqiqətən insan ruhu dincəlir, xoş olur. Düzdür, biz uşağı qoya bilsəydik, daha rahat gəzəcəkdik və daha rahat vaxt keçirməyə çalışacaqdıq. Təəssüf ki, mamam işlədiyinə görə və qaynanam Amerikada olduğuna görə Tamerlanı heç yerə qoymadıq, amma yenə də maraqlı keçdi.
Daha sonra hiss elədik ki, donuruq, keçdi içəri. İçəridə biraz oynadıq. Onu da sizin üçün çəkmişəm. Səhər dururam, belə qəşəng bir süfrə açıram. Belə süfrə olanda iştaha gəlirəm, çox xoşuma gəlir. Daha sonra hazırlaşırıq və şümümüzü yığırıq. İkinci günü gedirik, qalırıq. Yoldaşımın qohumları gildə çatan kimi bizim üçün belə qəşəng bir süfrə qururlar. Gel sen bunu verin. Gel mi verin sen? Sübh əminəmanlıq yaradan insan. Qaldığımız otaq bu cür idi. Mənim elə xoşuma gəlir belə kənd evləri, kənd otaqları. Bu pec otağı o qədər qəşəng istir. Düzdür, axşam yatanda söndürdü. Amma o qədər xoş idi. Hava soyuq, peçin istiliyi. Ondan sonra çıxırıq gəzməyə. Buranı gəzirik, buranı gəzirik. Gəzdiyimiz hər yer demək olar ki, çəkməyə çalışmışam ki, sizə də maraqlı. Gedirik İvanovka kəndinə. Mən İvanovka kəndində 2-3 dəfə olmuşam. Ona görə içini gəzmirik. Ohuyoya gedirik, orada çay içib, daha sonra gedəcəyik balıq yeməyə. Sizə göstərəm ki, içi necədir. Elə gözəl ev bitkiləri var idi ki, mən heç birini evdə saxlaya bilmədim. Bizdə pişik demək olar ki, bütün güllərimi yeyir, atır. Belə bir çay zakaz eləyirik varinə ilə. Çox qəşəngdir. Burada da peçi sizə göstərəm. Atmosfer superdir. Deməli, bu Ohiyo iki İranlı cütlüyün açdığı bir kafedir. Sahibi İranlıdır. Amerikada yaşayırlar və təqaüdçüdülər. Kənd nemətləri, kənd həyatı. Səhər yeməyimizi yedikdən sonra çıxırıq yola ki, yoldaşım günorta işdədir. Çata bilsin və mən onun üçün yemək bişirim, qoyum, evləri yeri yığış eləyim, o gələnə qədər. Yol dəhşət yeni sisli idi. Demək olar ki, bir ayaq gedib, şükür Allah ki, sağ-salamat çatdıq. Gələn vloglarda görürəm sizi, eləlik, görüşənədək.